Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə bir neçə maraqlı sual izahına baxaq. Deməli, belə bir təlinlik verilmişdir. Bu funksiyanın qrafiklərini qurmağımız lazımdır. Y bərabərdir A vurulsun, x çıxılsın, x1, x çıxılsın, x2 təlinliyinə əsasən, bu funksiyasından əsasən kökləri getirib təyinləsək, köklərdən biri -2, digəri isə müsbət 2 olaraq qeyd edə bilərik və həmçinin bu nöqtə koordinatlarına baxsaq, 0,4 nöqtəsi olduğunu da deyə bilərik. Getir funksiyamızda yazaq. Y bərabərdir A vurulsun. X üstəgəl 2 birinci növbədə x1-in qiymətini -2 qoydum. Digərində x çıxılsın 2 yazıram. Eyni şəkildə 0,4 nöqtəsini qoysam da x-in yerinə 0 qiymətini, y-in yerinə də 4 qiymətini qoyub buradan da A-nı tapa bilərik. Yəni y bərabərdir, daha doğrusu 4 bərabərdir. 4 bərabərdir 2A vurulsun. -2, buradan da A-nın qiymətini -1 olaraq tapmış oluruq. Artıq təlinliyimiz hazırdır. Y bərabərdir -x kvadratda çıxılsın 4. Bunların birbaşa vurulmuş halını yazdım. Bu da bize -x kvadrat üstə gəl 4'ü vermiş oldu. Artıq digərini də aşağıda bu funksiyada qrafikini görürsünüz ki, bu da artıq y bərabərdir x kvadratda çıxılsın 4 olur. Eyni şəkildə qurmaqla tapa bilərik. Deməli, hər iki funksiyamız hazırdır və bizdə istənilən odur ki, bu içəridə verilən fiqurun sahəsinin ən böyük olması üçün bizə ən böyük olduğu bilinirsə, BC-nin qiyməti soruşulur. Deməli, mən tutaq ki, bu nöqtəyə bir dənə m olaraq qeydiləsəm, m-i gətirib bu funksiyada yerinə qoysam, artıq bu zaman m kvadratı -m kvadratı üstə gəl 4 olmuş olur. Eyni m-i həmçində digər funksiyada qoysam, bu da m kvadratı çıxılsın 4 olmuş olur. Və simmetrik olaraq çevirmə baş verdiyinə görə köklərinin bir-birinə əksi olduğu kimisi m nöqtəsini bir-birinə əksi olaraq qeyd etsəm, bu tərəfdə -m olaraq yaza bilərəm. Və artıq -m olaraq yazdığıma görə, deməli, mən məsafəni tapsam, biz bilirik ki, məsafənin mənfisi olmur. Bu tərəfin uzunluğu əslində 2m bərabərdir. Və mən sahəni tapanda 2m vurulsun. Eyni şəkildə bu tərəfin uzunluğuna da baxanda, bunları tərəf-tərəfə birlənən, necə ki, burada biz m-dən -m çıxıb 2m yazırıq, cavab modulda götürülür. Eyni şəkildə bundan da bunu çıxmaqla cavabı yenə də modulda götürməklə müsbət olaraq qəbul edə bilərik. M kvadratı çıx 4, bu da çıxılsın -m kvadrat üstə gəl 4. Bu zaman da məsafəmiz olmuş olur. 2m kvadratı, bu da çıxılsın 8. 2m kvadratı çıxılsın 8 olaraq qəbul etmiş olur. Bu şəkildə yazandan sonra artıq biz sahənin ən böyük qiymətini istəyirsə, məlum məsələ ki, bunun törəməsi tapılıb ən böyük olan halı götürülməlidir. Törəməni tapsam 4m'in kubu çıxılsın 16m etmiş olur. Bu, daha doğrusu vur başlayıb n törəməsini tapacağım. Bunun törəməsini tapsam isə bu da mənə 12m'in kvadratı çıxılsın 16 etmiş olur da bərabərdir 0. 12m kvadratı bərabərdir 16. Hər tərəfi 4'ə böləndə m kvadrat bərabər 4 bölünsün 3. Kök alanda isə m bərabərdir 2 bölünsün kök 4 eləmiş oldu. Məndən BC məsafəsi istənildiyinə görə BC məsafəsi də 2m qədərdir. Bunu da 2m'ə 2'ye vursam, bu da bizə 4 bölünsün kökdə 3. Yəni C variantını vermiş olar. Maraqlı sual idi. Növbəti sualımıza keçək. İkinci sualımız çox sadə bir sualdır. Ona həllini verək. X çıxılsın 5'in kvadratı çıxılsın modul ifadələrdə biz bilək ki, bir dəfə müsbət, bir dəfə mənfi götürülməlidir. X çıxılsın 5 böyük bərabər 0 qəbul olunsa, x-i böyük bərabərdir 5 olar. Bu zaman da modulun olduğu kimi çıxır. Yəni, olduğu kimi çıxar zaman x minus 5 olur. Mötərizə yazırıq. Qarşıda mənfi olduğuna görə mənfiyə vursam, mənfi x üstə gəl 5 olaraq yaza bilərəm. Çıxılsın 12 bərabərdir 0. Daha sonra bunu vurub açım. X kvadratı minus 12 üstə gəl 25. O da çıxılsın x üstə gəl 5 minus 12 bərabərdir 0. Buradan da x kvadratı minus 11x 30 çıxılsın 12 18. O da bərabərdir 0. Köklərimiz 2 və 9 olaraq tapmış olaraq. 2 və 9 qiyməti 5'dən böyük şərtini mütləq ki, nəzərə alınmalıdır ki, əgər 5'dən böyük şərtini ödəyən qiymət yalnız 9 qiymətdir, 5'dən böyük şərtini. Bir də digər halını yazmalıyam. X minus 5'in qiymətini sıfırdan kiçik bərabər qəbul etsəm, x minus 5'in mötərizə kvadratı, o da çıxılsın. Bu ifadənin modulda mənfi çıxan zaman biz bilirik ki, yerlər dəyişir. 5 minus x şəklində çevrilir. O da çıxılsın 12 bərabərdir 0. Vurub açım. X kvadratı minus 12 üstə gəl 25. Minus 5 üstə gəl 2 çıxılsın 12 bərabərdir 0. Buradan da x kvadratı minus 9x 20 çıxılsın 12 üstə gəl 8 bərabərdir 0. Köklərimiz 1 və 8 olaraq tapıldı. 1 və 8 qiymətlərindən bu şərti ödəyən, yəni x kiçik bərabərdir 5 şərtini ödəyən yeganə qiymət hansıdır? X-in 1 qiymətidir. Və bu iki qiymət də bizə şərtləndiyi top hasilini
Bu iki qiymətin bizdən hasılı istənilir. 9 və 1-in hasılı da elədir 9. Evet, sorumuza keçək. Belə bir funksiya verilir və bu funksiyanın verilən nöqtələrdə limitləri bizdən soruşulur. Biz bilməliyik ki, limit haqda onu deyək ki, əgər funksiyanın sol və sağ limiti varsa, yəni həmin nöqtədə limiti olmasa belə funksiyanın limiti var deyə qəbul edirik. Yəni bu, məsələn, tutaq ki, -3 qiymətinə baxsam, -3 üçün özündə normalda boşluq var, yəni limiti yoxdur. Sadəcə bunu soldan yaxınlaşanda və sağdan yaxınlaşanda eyni qiymətə gedir və soldan və sağdan yaxınlaşan zaman funksiyanın hər iki halda cavabı -2-yə getdiyinə görə bunu artıq biz limiti var olaraq qəbul edirik. Yəni bunun içi dolu olmasa belə biz bunu limiti var olaraq qəbul edə bilərik. Eyni şəkildə məsələn bunun da -1 nöqtəsinin soldan və sağdan yaxınlaşanda yenə də cavab 2-yə gedir. Limiti var. Eyni şəkildə bir qiymətindən də baxın soldan yaxınlaşanda və sağdan yaxınlaşanda bir qiymətinin cavab 4-ə gedir. İçi boşluq olmuş olsa belə yenə də bunu biz limiti var olaraq qəbul etmiş oluruq. Deməli, bu şəkildə bir-bir indi tapmağa çalışaq qiymətlərini. Deməli, x-in -3 qiymətində alınan cavabımız -2 üzərində yazıram. X-in -2 qiymətində gördüyümüz kimisi funksiya x -2 olan zaman cavab 0-a doğru getmiş olur. -2 olanda cavab 0-dır. Eyni şəkildə funksiyanın -1 olduğu zamana baxaq. -1 olan zaman funksiya 2 qiymətinə getmiş olur. X'in 0 olduğu qiymətdə funksiya 3-ə getmiş olur. 3'e getmiş olur. X'in 1 olduğu qiymətdə funksiya 4'e getmiş olur. X'in 2 olduğu qiymətdə funksiya 6'ya getmiş olur. Yəni, baxdığımız qədərilə burada heç bir qırılma nöqtəsi baş vermədiyinə görə bunun artıq biz limiti var olaraq qəbul edirik bütün nöqtələr. Məsələn, limiti yoxdur, bəs hansı şərtdə ola bilər? Məsələn, funksiya bu şəkildə gedər. Daha sonra belə bir şəkildə olar, davam edər. Məsələn, tutaq ki, x-in 2 qiyməti olar, 5 qiyməti olsun burada. Məsələn, deyirəm ki, funksiya 5-də məsələn bu gəlsin, 1 qiymətdə getsin. Məsələn, gəlsin bu tərəfdən də məsələn 5 qiymətə getmiş olsun. Gördüyümüz kimi bu funksiyaya mən 5-dən yaxınlaşıram sağdan, sağdan yaxınlaşan zaman cavab 4-ə gedir. Funksiya 5-ə soldan yaxınlaşıram, cavab isə 1-ə gedir. Yəni, sağdan və soldan yaxınlaşan zaman biz eyni qiymətlər almadığımıza görə və arada qırılmalar baş verdiyinə görə biz artıq bunun limiti yox olaraq qəbul etmiş oluruq. Bütün qiymətlərini toplayaq. -2, üstəgəl 0, üstəgəl 2, üstəgəl 3, üstəgəl 4, üstəgəl 6. Cavab verəmiş oldu. 13 olaraq tapmış olduq. Növbəti sualımıza keçək. Növbəti sualımıza keçək. Belə bir funksiya verilir ki, bu funksiyanın törəməsi var, törəməsi olan bir funksiyadır və buna əsasən bu şərti bizdən istənilir. Deməli, mən bu funksiyanın törəməsi olduğunu dediyinə görə hər tərəfdən törəmə tapmağa çalışaq. Hər tərəfdən törəməsini alsam, biz bilirik ki, integral törəməni götürür. Yerdə qalan funksiya deməli, yerdə qalan funksiya x fx olmuş olur. Yerdə qalan funksiyamız x fx-ə çevrilmiş olur. Daha sonra digər sağ tərəfdəki funksiyada bir hasilin törəməsi kimi baxacam. Hasilin törəməsi kimi baxsam, bu da bizə əslində x kvadratın törəməsi 2x vurulsun fx yazıram. Bir də üstə gəlinsin x kvadrata vurulsun fx-in törəməsi olaraq tapmış oluruq. Daha sonra bu ifadə fikir verdiyimiz kimisi eyni salonda birində 2x-i, birində x yazılır. Sol tərəf keçsəm -x fx bərabərdir x kvadratı və f-in törəməsində x olaraq yazmış oluram. Hər tərəfi x-ə bölsəm -fx bərabərdir. X vurulsun f-in törəməsində x olmuş olur. Daha sonra bizdən şərtdə 2-ni istədiyinə görə x gördüyüm yerə 2 yazıram. F-in törəməsində 2 əvvəldə də 2 yazıram. Ki burada sol və sağ tərəfini yeni dəyişdirməyim, birdən qarışdırmayaq. Digər tərəfdə də -f bərabərdir. -f2 olaraq qeyd edə bilərik. Bizdən şərtdə isə gördüyümüz kimi törəməni əvvəldə istəyir. Mən törəməsi olan funksiyanı tək saxlayayım. F-in törəməsində 2 bərabərdir. 2-də 1, 2-də 1 qabağının mənfisini də qoyum. F-in özündə 2 yazmış oldum. F-in özündə 2 yazmış oldum. Və son bizdən elə bunu istəyirdi. Deməli, bizdən istənilən k-nın qiyməti soruşulurdu ki, k nəyə bərabərdir? Gördüyümüz kimi k-nın yerində dayanan qiymət -2-də 1 qiyməti olmuş oldu.
Maraqlı sualdır. Növbəti sualımıza keçək. Dördüncü, sonuncu sualımıza baxaq. Da beşinci sualdır. Demədim. Son sualımıza baxaq. Deməli, bir maraqlı sualdır. Deməli, yuxarıda verilən f funksiyasının törəməsinin qrafiki verilmişdir. Bu bərabərlik ödənir. A1 1,16 nöqtəsində f-in qiymətində mənfi bizdən soruşulur. Birinci növbədə biz bilirik ki, integral altı ifadə əsərli deməkdir. İnteqraldan çöldə dayanan ifadənin törəməsinin tapılmış halı əslində içəridə verilir deməkdir. Törəməsinin tapılmış halı içəridə verilmiş olur. Biz də bu dediyimizi edək. F-in törəməsindəki x, yəni bu funksiyanın törəməsini tapanda c də sabit olduğuna görə törəməsi 0-a bərabərdir. Bu bizə mx üstə gəlməsin m çıxılsın 6 qiymətini vermiş olur. Daha sonra bizdən istənilən nədir? F-in törəməsində x funksiyasının qiyməti verilmişdir. Bu nöqtənin koordinatdan istifadə edək. -2, 0 nöqtəsi gətirib x gördüyüm yerə -2 qoysam, -2 m üstə gəl m çıxı 6 o da bərabərdir 0 olur. Buradan da m bərabərdir -6 olaraq tapmış olduq. M-in qiyməti -6 olduqdan sonra verilən bu funksiyanın ibtidaisini tapaq indi də. İbtidaisini tapsaq, fx bərabərdir mx kvadratı bölünsün 2 üstə gəl mx çıxılsın 6x üstə gəl c sabiti mütləq əlavə olunmalıdır. Bu zaman da f1 olan zaman 16-ya bərabərdir. Şərtdə verilən bu koordinatdan istifadə edək. X gördüyüm yerə 1 yazıram. M bölünsün 2 üstə gəl m çıx 6 üstə gəl c. O da bərabərdir 16. Burada m gördüyüm yerə -6 qiyməti əlavə etsəm, -6-ı 2-yə böldüm -3 çıx 6 üstə gəl c bərabərdir 16. Buradan da c'nin qiyməti -15. Burada c'nin də qiyməti elədir 31. C'nin qiyməti 31 tapdıqdan sonra bizdən istənilən əslində f-in -1 qiymətidir. Verilən funksiyanın özünü bir daha yazaq. X funksiyamız, yəni ibtidaisi əslində -3x kvadratı, m-in yerine -6 qoyduqdan sonra -3x kvadratı çıxılsın 6x, çıxılsın 6x, o da üstə gəl, c'nin də yenə 31 yazıram. Bunu qeyd sonra bu da bizə -3x kvadratı minus 12x üstə gəl 31. Yine bizdən f -1 istənilir. F -1 tapanda -3 üstə gəl 12, o da üstə gəl 31. Bu da bizə 40 cavabını vermiş oldu. Çox maraqlı suallara baxdıq. Növbəti suallarda görüşərik. Əgər qrupa atılan suallardan hər hansısa bir sualların video izahı çəkəməyibsə ya da əvvəldən qalan suallar varsa, mütləq ki, bunları şəxsdə bizə qeyd edin. Həmin suallar üçün də video izahları çəkək. Bəzi sualların tərcüməsində biraz problem yaşanır. Amma qrupa atılan bütün sualların həlləri mütləq ki, atılır. Atılmayan həll əmin olun ki, gözümüzdən qaçır. Gözümüzdən qaçan həlləri mütləq qeyd edin. Gözümüzdən qaçan daha doğrusu sualları mütləq qeyd edin. Qrupumuza qoşulub suallardan ilk öncə siz xəbərdar olmaq istəyirsinizsə, əgər 050 778 44 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər kəsə uğurlar. Həmçinin bizim MIG üçün sınaqlar qrupumuz aktivdir ki, bunu da son olaraq qeyd edim. Həmin qrupumuza da qoşulub sınaqlarımızdan faydalana bilərsiniz. Hər kəsə uğurlar.